Ömür boyu xəzinə tapmaq, yəni gözlənilməz şəkildə sərvət, dəyərli əşya, miras və ya gizli imkanlara çatmaq, bəzi bürclərin xarakterinə və taleyə bağlı enerjilərinə görə daha yüksək olur. Budur, ömrü boyu xəzinə tapmaq şansı yüksək olan bürclər. Əqrəb sirli və intuisiya ilə hərəkət edən bürclərdəndir. Gizli olanı sezə bilirlər, buna görə də torpağın altındakı xəzinəni ya da unudulmuş bir sirri ortaya çıxarmağa meyillidirlər. Məsləhət, sənin üçün dəyərli olan şeylər gizlindədir, hisslərinə güvən. Bu bürc torpaqla əlaqəlidir və sabit enerjisi var. Ən çox xəzinə tapan hekayələri də məhz buğalar yaşayır. Ya köhnə bir torpaq sahəsi birdən dəyər qazanır, ya da ailədən miras çıxır. Məsləhət, köhnə torpaqlar, sandıqlar, sənədlər içində sərvət gizlənə bilər. Balıqların ruhani və xəyalpərəst təbiəti onlara bəzən ilahi yönləndirmə verir. Onlar sanki təsadüfi bir yerdə möcüzəvi tapıntılar edə bilərlər. Məsləhət, xəyallarını və işarələri ciddiyə al, onlar səni yönəldə bilər. Oğlaq, əzmli və diqqətli olduqları üçün gizli imkanları dəyərləndirə bilirlər. Uzun müddət diqqət yetirdikləri bir ərazi, köhnə əşyalar və ya qədim bir layihə sonradan xəzinəyə çevrilə bilər. Məsləhət, səbirli ol, sənə aid olan bir gün özünü göstərəcək. Xərçəng, ailə, ev və keçmişlə bağlı olan xərçənglər köhnə sandıqlarda, ata-baba yurdlarında xəzinə tapmaq şansı yüksək olanlardandır. Məsləhət, ailə tarixçəsinə və evdəki qədim əşyalara diqqət et. İstəyirsən